Yaxın Şərqdə vəziyyət mürəkkəbdir, miqyas genişlənir, həlak olanların sayı isə artır. ABŞ-İsrail hərbi əməliyyat nəticəsində 555 nəfərin öldüyü bildirilir. İranda həmçinin onların nüvə obyektlərindən birinin bombalandığı xəbəri verilir. Paralel olaraq Kipr prezidenti təsdiqləyib ki, Britaniya bazasına hücum İran dronu ilə həyata keçirilib. Lakin Kipr hər hansı hərbi əməliyyatda iştirak etməyi planlaşdırmır. İranın Xarici İşlər Naziri bildirib ki, ABŞ və İsrail hərbi əməliyyatlar diplomatiyanı pozmaq məqsədi ilə həyata keçiriblər. Abbas Arakçı Donald Trump'ı ittiham edərək deyib ki, o danışıqlar masasının bombalanması barədə görüş verib. Xatırladaq ki, cari həftə ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən danışıqlardan sonra İran tərəfi optimist olduqlarını bildirmişdi. Lakin Donald Trump əldə olunan irəliləyişdən razı olmadığını demişdi. Böyük Britaniya ABŞ-a öz hərbi bazalarında müdafiə əməliyyatları həyata keçirməyə icazə verir. Bunu baş nazir Keir Starmer bildirib. Onun sözlərinə görə Londonda hesab edirlər ki, böhran danışıqlarla həll olunmalıdır. Konkret olaraq İranın nüvə silahı yaratmaqdan imtina etməsi barədə əldə ediləcək razılaşmada. Böyük Britaniya, Fransa və Almaniya liderləri birgə bəyanat yayıblar və bu bəyanatda İranın raket hücumları nəzarətsiz və qeyri-professional hərəkətləri ilə qiymətləndirilib. Keir Starmer, Emmanuel Macron və Friedrich Merz bəyanatında vurğulanıb ki, hər üç ölkə regionda öz və müttəfiqlərinin maraqlarını qorumaq üçün addımlar atmağa hazırdır. Türkiyə prezidenti Recep Tayyip Erdoğan isə Ali Xameyninin ölümü ilə bağlı kədərini ifadə edib və qeyd edib ki, Türkiyə regionda sülh və stabilliyi bərpa etmək üçün səylərini davam etdirəcək. Yaxın Şərqdə baş verən son hadisələr fonunda Brent markalı neftin bir barelinin qiyməti 10% yüksələrək $80 çatıb. Analitiklər proqnozlaşdırırlar ki, qiymət $100 da ötə bilər. Hələ cümə günü bir barelin qiyməti $73 idi. Qeyd etmək lazımdır ki, dünya üzrə satılan neftin 20% Hörmüz boğazı vasitəsilə daşınır. Qızılın qiyməti isə aylıq maksimuma çatıb. Prezident Donald Trump bildirdikdən sonra Yaxın Şərqdə konflikt növbəti dəfə həftə davam edə bilər. Qeyri-müəyyənlik Asiya birajalarında səm qiymətlərinin düşməsinə səbəb oldu. Yaponiyanın səm bazarındakı qiymətlər və yanenin dəyəri azaldı. Lakin dövlət istiqrazalarının qiyməti artdı. Nikkei indeks bugün 874 punkt azalaraq qeyd alındı. Hong Kongdakı səm indeksi 2%lik eniş göstərdi. Çin səm bazarının indeksi isə hələlik dəyişməz qalıb. Yaxın Şərqin əsas hava limanlarında 3400-dən çox hava reysi ləğv edilib. Dubayda və Dubaydan bütün əməliyyatlar bəyə vaxtı ilə 2 mart saat 15:00-dək dayandırılıb. Qatar Airways bildirib ki, reyslər Qətərin Mülki Aviasiyası İdarəsi Qətər hava məkanının təhlükəsizlik açılması barədə elan verdikdən sonra bərpa olunacaq. Həmçinin Tel Aviv istiqamətində reyslər ləğv olunub. Gərgin vəziyyət fonunda regionun digər ölkələri də uçuşları dayandırıb. Ərəb ölkələri və İsrail istiqamətində Tbilisi və Batumidən 16 reys ləğv edilib. Tau Georgia məlumat verir ki, Tbilisidən Tel Aviv, Şarjah, Dubay, Abu Dhabi, Doha və Küveyt istiqamətində uçuşlar yerinə yetirilməyib. Batuminin beynəlxalq hava limanında isə Tel Aviv istiqamətində 4 reys ləğv olunub. Reyslərin bərpası Yaxın Şərqdə baş verən son hadisələrdən asılıdır. Gürcüstan hökuməti dərin narahatlıqla Yaxın Şərqdə baş verən hərbi əməliyyatları izləyir. Hansılar ki, regiondakı bütün ölkələrin təhlükəsizliyi və rifahına təhdid yaradır, deyə hökumətin bəyanatında qeyd olunur. Bəyanatda ümid ifadə edilir ki, Yaxın Şərqdə yaxın gələcəkdə sülh bərpa olunacaq. Biz İran xalqına və İran İslam Respublikasına başsağlığı veririk. Orada baş verən hərbi əməliyyatlar çox sayda insanın, o cümlədən yüksək rəhbərin, digər siyasi liderlərin, çoxlu günahsız insanın və onlarla uşağın həyatına son qoyub. Biz həmçinin dost Yahudi xalqına və İsrailə başsağlığı veririk. Hərbi əməliyyatlar nəticəsində dinc sakinlərin həlak olması ilə əlaqədar Gürcüstan hökuməti Fars körfəzi ərəb
ərəb ölkələrinə tam həmrəylik göstərir. Onlarla Gürcüstan xüsusi tərəfdaşlığı mövcuddur. Ümid edirik ki, yaxın şərqdə, yaxın gələcəkdə sülh bərpa olunacaq və bunun üçün hərbi əməliyyatlar diplomatiya və siyasi dialoqla əvəz olunmalıdır. Gürcüstan hökuməti regionda olan vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların maraqlarının qorunması üçün bütün zəruri tədbirləri görəcək deyə Gürcüstan hökumətinin bəyanatında vurğulanır. Gürcüstanın baş naziri telefon danışığı aparıb Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə. İrakli Qobaxidze yazır. Regionda son zamanlar baş verən hadisələr fonunda səmimi həmrəylik ifadə etdim və ümidimi bildirdim ki, uzun müddətli sülh bərpa olunacaq. Həmçinin qeyd etdim ki, Gürcüstan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında xüsusi dostluğu yüksək qiymətləndiririk və bir daha BƏ ilə güclü və artan tərəfdaşlığımızı təsdiqlədim. ABŞ-da Gürcüstanın parlament nümayəndə heyətinin səfəri başlayır. Deputatlar Suveren Millətlər Alyansının ilk samitində iştirak edəcəklər. Planlaşdırılan strateji dialoq çərçivəsində əməkdaşlıq və münasibətlərin dərinləşdirilməsi müzakirə olunacaq. Samitin təşkilatçısı Amerikalı konservativ aktivist Charlie Kirk tərəfindən təsis edilmiş təşkilatdır. Nümayəndə heyətinə parlament çoxluğunun üzvləri Nikolos Samxaradze, Maryam Laşxi, Liga Şartava və Xalq Qüvvəsinin üzvü Ega Sevaşvili daxildir. Gürcüstan tərəfi görüşləri həm konqresdə, həm də icra hakimiyyəti orqanlarının nümayəndələri ilə keçiriləcək. Siyasi spektr Böyük Britaniyanın İmedi və Post TV telekanallarına qarşı tətbiq etdiyi sanksiyaların səbəbləri barədə müzakirə aparır. Müxalifətin fikrincə bu telekanallar Rus propagandasını yayır və sanksiyalar haqlıdır. Gürcü Arzusu partiyasında isə bildirirlər ki, hələlik obyektiv səbəb yoxdur ki, Böyük Britaniya bu qərarı niyə qəbul edib? Onlar bu addımı medianın azadlığının məhdudlaşdırılması kimi qiymətləndirirlər. Qrantlar haqqında Gürcüstan qanununda dəyişikliklər 3-cü oxunuşda müzakirə edilib və Hüquq Komitəsində dəstək göstərilib. İkinci oxunuş zamanı Gürcüstan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə dəyişiklik əlavə olunub. Konkret olaraq layihəyə belə bir bənd daxil edilib ki, cəzanın təyin olunmasında ağırlaşdırıcı amil Gürcüstanın konstitusiya quruluşuna və konstitusiya orqanlarını tanımamaq motivi ilə cinayət törətməkdir. Eyni zamanda seçki məcəlləsinə ediləcək dəyişikliklər müzakirə olunub. Yenilik beynəlxalq seçki müşahidəçilərinə aiddir. Seçki məcəlləsində yazılacaq ki, beynəlxalq müşahidəçi yalnız 18 yaşdan yuxarı xarici ölkə vətəndaşı ola bilər.